Salam değerli izleyicilerimiz. Bugün igid qəhrəman oğullarımızdan biri Leytenant Şahmat Nazimoğlu Səfərovun anım günüdür. Vətən torpaqları darda olan zaman silaha sarıldı qəhrəman oğul. Ali Başkomandanın etrafında dəmir yumruq kimi birləşərək vətən torpaqlarının müdafiəsinə qalxdı. Murov Dağı istiqamətində gedən döyüşlərdə 27 sentyabr 2020-ci ildə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bugün bu vətən sizi unutmadı, qəhrəman oğullar. Şahmarın ailəsi, şəhidseverlər hər zaman çalışırlar ki, Şahmarın ziyarətində olsunlar. Bugün də bir neçə şəhid anası burada yanımızdadır. Onu da dəyərli izləyicilərimiz qeyd edim ki, Şahmarın əmisi oğlu Cəsarət Səfərov da qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. İgid qəhrəman oğulların ruhu qarşısında ehtiramla baş əyirik. Mən istəyirəm ki, elə bu qəhrəman oğlu dünyaya gətirən anamızı bir-iki kəlmə dinləyək. Buyurun ana. Mən də oğlum 2020-ci il sentyabrın ayının 27-sində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olubdur. Oğlumun başlayıb sona çatdıra bilmədiyi qələbəni onun döyüş yoldaşları axıra qədər davam etdirdilər və 44 gün ərzində zəfəri bizə yaşatdılar. Zəfəri bizə yaşadan oğulların qarşısında mən də bir ana kimi baş əyirəm. Onların ruhlarına üzünü tutub deyirəm ki, bugün müstəqil Azərbaycanımızda sizin ruhunuz azaddır. Sizin sayənizdə bugün bütün işğaldan azad olunmuş torpaqlar yenidən özümüzə qaytarıldı və o torpaqlarda bugün qayıdış davam edir. Mən Ali Başkomandanımıza İlham Əliyevə, onun ordu ilə xalq arasında olan sıx birliyinə öz təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları ucadan uca olsun. Qazilərimizə can sağlığı, şəfa diləyirəm. Çox sağ olun, təşəkkür edirəm dəyərli anamız. Elə yanımızda Şahmarın silahdaşı Cəsarət Səfərovun anası Nuriyə ana yanımızdadır. Həm də Şahmarın əmisi oğludur Cəsarət. Buyurun Nuriyə ana. Bugün Şahmar balamızın ilk Şahmar 27-si Murovdağ istiqamətli şəhid oldu. 53 gündən sonra bir nəşr torpağı təşkil. Allah bütün şəhidlərimizi ruhunu şad eləsin, məqamları uca olsun. Biz analara səbir versin, bizə müharibə olmasın, şəhid olmasın, analar ağlamasın. Şəhidlərimizi unutmasınlar, unutulmasınlar. Allah hamımızdan kömək olsun, Raziyə xanım, Allah sizə can sağlığı versin ki, bir şəhid analarının yanında olursunuz. Çok sağ olun. Siz sağ olun, siz var olun. Burada bizim bir değerli anamız da var. Mürvət ana buyurun. Ben de bugün Şahmarın anım günüdür. Ama necə deyərlər, düzdür, zəfəri görmədi. Şahmar kimi çoxları görmədi. Amma onların necə deyərlər, yoldaşları onu davam elətdirdilər, sıx birləşdirdilər. Gözdən bizim ətrafında dəmir yumruq kimi doğrudan da o zəfəri qazandırdılar. Ruhları şad olsun. Məhbari ana buyurun. Bir Şahmar balamı. Allah Şahmar balamıya rəhmət eləsin. Bütün şəhidlərimizin cənnət versin. Ne diyeyim? Qazilərə can sağlığı. Veteranlara can sağlığı. Allah'tan qazilərə şəfa diləyirəm. Allah bütün şəhid balaların hamısının yeni cənnətini xeyir etsin. Allah sizdən də razı olsun. Teşekkür ederim. Bugün İgid Şahmar sizlerin qisası alındı. Suverenliğimiz bərpa olundu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Və bu suverenlikdə, bu zəfərdə payı olan igid oğullarımızdan biri də Leytenant Sahib Daşdemirov. Antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Şahmat kimi qardaşlarının qisasını aldı. Bugün elə Sahibə ana da yanımızdadır. Buyurun Sahibə ana. Birinci size çok sağ ol diyorum. Raziyə xanım, Allah razı olsun. Hər zaman yanımızda olsun. Şahmar balamızın da məqamı uca olsun. Yeri cənnət olsun. Birdən istəyimiz biz analarındandır ki,
Allah bizləri cənnətdə balalarımızla görüşdürsün. Mekanları cennet olsun, igid oğullar. Bugün ruhunuz şaddır. Ruhunuz Azad Qarabağın azad semalarında rahat dolaşır. Uğrunda canınızı feda ettiğiniz üç renkli Azerbaycan bayrağı gururla doğma Qarabağda dalgalanır. Zəfər sizindir. Zəfər sizin, qələbə sizindir, qəhrəman oğullar. Ruhunuz qarşısında ehtiramla baş əyirik. Vətən sağ olsun, igid oğullar.